Bugün saçlarımı ipək bigudilərlə necə burduğumu göstərəcəm. Onlarla yatmaq çox rahatdır və saçlara zərər vermir. Əvvəlcə saçlarımı üst hissədən ayırıram. Bigudini saçın uclarından təxminən 10 cm yuxarıda yerləşdirirəm və saçları əllərimlə yığaraq uclardan köklərə doğru burmağa başlayıram. Sonda bigudini büküb düymə ilə bağlayıram. Sonra qalan saçları iki hissəyə bölürəm. Hər hissəni yenə iki yerə ayırıram və eyni qaydada bururam. Saçlarım çox qalındır. Ona görə də 3 bigudi mənə az gəldi. Qalan saçlarımı corabla burdum. Burulma zamanı yalnız saçlar coraba dolanır. Corab isə yerində sabit qalmalıdır. Bütün saçlar burulduqdan sonra ipək papaq taxıram. O bigudilərin açılmasına imkan vermir və eyni zamanda saçlara parlaqlıq, yumşaqlıq verir. Dolaşmanın qarşısını alır və qırılmanı azaldır. Buna görə də saçlar daha yumşaq, parlaq və səlgəli qalır. Sonra isə yatmağa gedirəm. Səhər isə belə yumuşaq və səlgəli dalğalar alınır. Yenə parlaqlığı üçün yağ çəkirəm və saçlarımı darayıram. Belə olanda dalğalar daha təbii və gözəl görünür.